Yusif Misirin padişahıdır. Padişahın arvadının şahidliyi Yusifi hər bir töhmətdən azad elədi. Saqi də şaha şahidlik etdi ki, zindanda olarkən onu saf, təmiz, gözü açıq, tədbirli, dözümlü, təvazökar bir cavan kimi tanıyıb. Bütün bunlarla yanaşı, günahsızlığı sübut edilib. Bəraət qazanmayınca, zindandan çıxmaqdan imtina etməsi də Yusifin yüksək əxlaq sahibi olduğunu təsdiq edirdi. Şah, Yusifə elə vuruldu ki, sarayın ixtiyarını ona vermək istədi. Şah, Yusifi yanına çağırıb ondan söhbət elədi. Söhbətdən şah anladı ki, Yusifin iti ağlı, yüksək dərrakəsi, zəngin biliyi var. O dedi, ey Yusif, gözəl xasiyyətin, ləkəsiz adın, təmiz keçmişin və yetkin ağlın mənim nəzərimdə sənin hörmət və nüfuzunu artırıb. Bugündən sarayın idarə işlərini sənə tapşırıram. Gərək ölkənin mənafeyi və dövlət işlərinin nizama salınması üçün öz səy və bacarığını göstərəsən. İstədiyin qərarı həyata keçirə bilərsən. Yusif bilirdi ki, Misir xalqı hazırda xoş, ümidli günlərini yaşasa da, qarşıda çətinliklə, bəla ilə üzləşəcək. Nil çayı bir neçə il ölkəyə xeyir-bərəkət versə də, çox çəkməyəcək ki, o, xalqdan öz faydasını əsirgəyəcək. Buna görə də ölkənin, xalqın gələcəyi üçün xəzinəni qızıl-gümüşlə, ambarları azuqə ilə doldurmalıdır. Yusif qərara gəldi ki, ölkənin iqtisadi və maliyyə işlərini öz öhdəsinə götürsün və xalqın maddi rifahını yaxşılaşdırsın. Bu niyyətlə o, şaha dedi, əgər istəyirsən ki, xalqın məsuliyyətini öz öhdəmə götürüm, onun həyatı məsələlərinə rəhbərlik eləyim, gərək xəzinələri, ambarları mənim ixtiyarıma verəsən. Mən Allah qoysa sənin istəyini yerinə yetirərəm və xalqın həyatını bu bəladan qoruyaram. İnanıram ki, ölkə abad qalacaq və xalq rahat yaşayacaq. Allah Teala Yusifi səltənət taxtına, şərəf izzət məqamına çatdırdı, onu fərman sahibi elədi. Halbuki dünən o, zindanda dustaq, bir neçə il öncə isə bazarda satılan qul idi. Bütün bunlar ilahinin tükənməz neymətinin, sonsuz səxavətinin nəticəsi idi. Allah Teala istədiyi bəndəsinə öz neymətini bəxş edir. Yusifin şahlıq etdiyi 7 il bolluq içində keçdi. Nil çayı aşıb daşdı, zəmilər görünməmiş məhsul verdi, cəmaat şən, firavan yaşadı. Hər şeydən xəbəri olan üzü açıq Yusif, bu bolluq və neymətdən quraqlıq və qıtlıq illəri üçün ehtiyat yığmağı da unutmadı. O, böyük ambarlar tikdirdi. Onları müxtəlif ərzaqla, buğdayla doldurdu. Misir cəmaatı quraqlıq və qıtlığa tam hazır idi. Ona görə də onlar təbiətin zülmündən çox korluq çəkmədilər. Yoxsulluğun, acılığın, müsibətin, bəlanın əli onlara çatmadı. Misirdəki quraqlıq, qıtlıq qonşu ölkələrə təsir etdi. Yaqubun və övladlarının vətəni Kənanı da quraqlıq bürüdü. Cəmaatı yaman günə qoydu. Yusifin Misiri necə idarə etməsinin şöhrəti, tədbirinin, çarəsinin səs-sədası ətrafa yayıldı. Qonşu ölkələrin xalqları eşidib bildilər ki, Misirdə dövlət işlərinə baxan ağıllı padişah öz tədbiri ilə ölkəni qabaqcadan quraqlığa, qıtlığa hazır etmiş və indi xalqa ehtiyacına görə buğda paylayır, cəmaatı hikmət və ağılla dolandırır, bütün insanlara, müxtəlif tayfalara eyni gözlə baxır. Yaqub oğlanlarına dedi, görürsünüz ki, qıtlıq və quraqlıq həyatımızı təhlükə altına alıb. Ona görə də hardan olursa olsun ərzaq tapın ki, canınızı qoruya biləsiz. Elə indi atlarınıza, dəvələrinizə səfər yükünüzü vurun, Misir padişahının yanına yola düşün. Onun ədalətinin, səxavətinin, ağlının, hikmətinin şöhrəti hər yerə yayılıb, hamının qulağına çatıb. Siz onun yanına gedin. Amma Benyamini mənim yanımda qoyun ki,
vətənə dönüncə ayrılığınıza dözə bilim. Sizi Allaha tapşırıram. Tanrıya dua eləyəcəm ki, üstünüzdə göz olsun, sizi hər bəladan qorusun. Qapıçı Yusifə xəbər verdi ki, üzlərindən alicənablıq, nəciblik yağan 10 nəfər kişi qapının arxasında durub, hüzurunuza gəlməyə icazə istəyir. Sonra əlavə elədi. Hərəkətlərindən, danışıqlarından görünür ki, onlar uzaq yerdən gəliblər, qəribdilər. Yusif onların gəlməsinə icazə verdi. Elə ki, pərdə çəkildi, o, qardaşlarını gördü. Əsla dəyişməmişdilər. Elə bil onların üstündən heç rüzgar yeli əsməmişdi. Bunlar həmin o qardaşlar idilər ki, əlbir olub Yusifin qəsdinə durmuşdular. Onu atasından ayırıb, hər ikisini gözü yaşlı, ürəyi dağlı qoymuşdular. İndi tali onları öz ayaqları ilə Yusifin yanına çəkib gətirmişdi. Yusif qardaşlarını tanıdı, amma onlar Yusifi tanımadılar. Axı onlar Yusifi necə tanıya bilərdilər? Onların heç ağlına da gəlməzdi ki, bu şan şöhrətin, taxtacın sahibi Yusif ola bilər. Həmin o quyuya saldıqları Yusif. Axı onlar əmin idilər ki, Yusif ya ölümün pəncəsinə keçmiş, ya da qul kimi bazarda satılmışdır. Hikmət və ağıl sahibi Yusif işində ehtiyatlı, uzaq görən idi. Ona görə də o özünü biruzə vermədi. İstədi ki, onların fikrini, niyyətini bilsin, sirlərindən xəbər tutsun. Yusif qardaşlarını hörmətlə qəbul edib onlardan soruşdu. Mənim adətimdir. Yanıma gələnlərdən kimliyini, şəxsiyyətini soruşuram ki, onlara layiqincə hörmət eləyim. İndi deyin görüm, siz kimsiz? Nəçisiz? Mən sizdən azacıq şübhələnirəm. Qorxuram ki, padişahınız sizi bura casusluğa göndərmiş olsun. Ona görə də yaxşısı budur. Sizlərdən biri həqiqəti söyləsin ki, şək şübhəm dağılsın, ürəyim sakit olsun. Qardaşlar dedilər, ey padişah, biz 12 qardaşıq, atlı sanlı, böyük bir peyğəmbər nəslindənik. İndi bizim 10 nəfərimiz o peyğəmbər tərəfindən mübarək hüzurunuza göndərilmişik ki, ümidimizi, ehtiyacımızı bildirək. 11-ci qardaşımız atamızın qulluğunda qalıb, 12-ci qardaşımız isə uzun müddətdir ki, yoxa çıxıb. Onun taliyindən heç bir xəbərimiz yoxdur. Bilmirik ki, bu həyatla vidalaşıb, yoxsa dünyanın harasındasa dolaşır. Qısaca olaraq, bizim halımız Şah həzrətlərinin hüzurunda ərz olunduğu kimidir. Yusif dedi. Ola bilsin ki, dediyiniz həqiqətdir, amma bir dəlil sübutunuz olmasa, bütün bu sözlərin heç bir dəyəri, etibarı yoxdur. Ona görə də gərək sözünüzün gerçəkliyinə bir dəlil sübut gətirəsiz ki, arxayın olun. Yusifin qardaşları dedilər, ey şah, biz bu ölkədə qəribik. Öz şəhər və diyarımızdan, dost və qohumlarımızdan uzağıq. Ona görə də burada bizi tanıyan, sözümüzün gerçəkliyinə şahidlik eləyən bir kimsə tapmaq mümkün deyil. Yusif dedi, mən əmr verərəm ki, sizin yolunuza hazırlıq görsünlər və dəvələrinizə ərzaq yükləsinlər. Amma bir şərtlə ki, yenə də bura gəlin və qaydarkən o biri qardaşınızı da özünüzlə gətirin. Qoy o sizə şahid olub dediklərinizi təsdiq eləsin. Əlbəttə, dediyiniz düz çıxsa, mənim nəzərimdə hörmətiniz, nüfuzunuz artacaq, sizə bir dəvə yükü buğda da verəcəyəm. Bu mənim sizə verdiyim sözdür. Amma əgər onu özünüzlə gətirməsəniz, heç bir bəxşiş, hədiyyə görməyəcəksiniz. Qardaşlar dedilər, biz güman etmirik ki, atamız onu səfərə yollayıb canını ayrılıq oduna yaxsın, amma biz onu yola gətirməyə çalışarıq.
Yusif əmr verdi ki, onların qablarını buğda ilə doldursunlar. Buğda almaq üçün gətirdikləri pulları, malları da buğdanın içində gizlətdilər ki, özləri ilə qaytarsınlar. Yusifin qardaşları şahın onlara göstərdiyi hörmətin, qayğının xoş təsiri altında sevinclə vətənə döndülər. Yaqub onları görəcək, səfərlərinin necə keçdiyini, Misir şahı ilə necə görüşdüklərini, ondan nə eşitdiklərini soruşdu. Oğlanlar dedilər, ey ata, biz Misirdə çox alicənab, kəramətli bir şahla görüşdük. O bizi çox hörmətlə qarşıladı, qayğı ilə yanaşdı, qablarımızı buğda ilə doldurdu. Amma bizdən söz aldı ki, dediklərimizin təsdiqi üçün qardaşımızı ora aparmasaq, bir də bizə buğda verməyəcək. O bizdən şübhələnib, birazdan gətirdiyimiz buğda qurtaracaq, biz yenə ehtiyac içində olacağıq. Ona görə yaxşısı budur, bu dəfə qardaşımızı da bizlə göndər. O həm bizə kömək eləyər, həm də şahdan daha çox bəxşiş almağımıza səbəb olar. Yaqub dedi, onun getməyinə əsla icazə vermərəm. Çünki ayrılıq dərdinə dözümüm yoxdur. Mən onu sizə necə etibar eləyə bilərəm? İstəyirsiniz ki, onu da aparıb Yusifin gününə qoyasınız? Daha hilədən, məkirdən əl çəkin. Qoyun mən başımı dolandırım. Yaqubun oğlanları yüklərini açıb gördülər ki, pulları, malları dənin içindədir. Onlar ataların yanına getdilər, bu məsələni sevinclə ona bildirib dedilər, ey ata, biz şahın insafını, mürvətini, böyüklüyünü, alicənablığını nahaqdan tərif etmirdik. Qardaşımızın səfərini də hiylə üzündən xahiş etmirdik. İndi budur, özümüzlə apardığımız pulu, malı da bizə qaytarıb. Elə bunun özü şahın kəramətinə, səxavətinə ən yaxşı sübutdur. Ona görə də qardaşımızı bizlə göndər. Biz söz veririk ki, onu göz bəbəyimiz kimi qoruyacağıq. Yaqub gördü ki, ərzağa ehtiyacları gündən-günə artır, oğlanları Misirə qayıtmağa təkid edərək, Benyamini göz bəbəyi kimi qoruyacaqlarına and içirlər. Həm də onlar Misir padişahına söz vermişdilər ki, bir də gələndə onlara şahidlik etmək üçün Benyamini də özləri ilə götürəcəklər. Yaqub əlacsız qalıb, oğlanlarının xahişini qəbul etdi və bir daha onlardan qəti söz alıb, Benyamini özləri ilə aparmalarına icazə verdi. Yaqubun oğlanları dəvələri yükləyib yola düşdülər. Çölləri, düzləri, dərələri, təpələri arxada qoyub gəlib Misrə çatdılar və şahın sarayında yüklərini əylədilər. Yusifin gözü Benyaminə sataşacaq, çox kövrəldi. Ürəyində rəhim, mərhəmət hissləri baş qaldırdı. Amma Yusif yenə də özünü biruzə vermədi. Onları qonaq dəvət elədi. Yusif qardaşları bir-birinin yanında qoşa oturtdu. Benyamin tək qaldığını görüb bərkdən ağladı və dedi, əgər qardaşım Yusif sağ olsaydı, o da mənim yanımda oturardı. Yeməkdən sonra Yusif əmr verdi ki, qardaşları iki-iki otaqlarda yerləşdirsinlər. Benyamin tək qaldığından Yusif onu öz otağında saxladı. Yusif ondan soruşdu, İstəyirsən mən sənin qardaşın olum? Benyamin dedi, kim sənin kimi qardaşdan imtina eləyər? Amma əfsus ki, sən Yaqubun belindən gəlməmisən və Rahilin qarnından çıxmamısan. Bu sözləri eşitcək, Yusifin gözlərindən yaş seli axdı. O, yerindən qalxıb, Benyamini qucaqladı və dedi, mən sənin qardaşınam. Həmin o axtardığın, hər zaman yadına saldığın, görmək arzusunda olduğun qardaşınam. Rüzgar mənimlə oyun oynadı. Qardaşlarımın qəlbində mənə qarşı zülüm, həsəd doğurdu. Mən qardaşlarımın hiləsindən əzab-əziyyətlər çəkdim, məşəqqətlər gördüm, fitnələr yola saldım.
Amma mən bütün bəlalara, müsibətlərə dözdüm. Allah Taala da məni gördüyüm bu mərtəbəyə çatdırdı. Tanrı bədbəxtliyi səadətlə, ehtiyaclarımı təminatla, gördüyüm təhqirləri şərəfli mövqe ilə, tənəzzülümü tərəqqi ilə əvəz elədi. Amma bu macəranı qardaşlarından gizli saxla, bu sirri onlara açma. Benyaminin gözləri qardaşı ilə görüşdən daha da işıqlandı. Ürəyi sevinclə doldu, dərdi qəmi bir dəfəlik dağıldı. O, tam arxayınlıqla, xoşbəxtlik içində, qardaşının məhəbbət dolu ocağında yuxuya getdi. Səfər müddəti başa çatdı. Kənan karvanı yola düşməyə hazırlaşdı. Yusif onlar haqqında bir tədbir düşündü. O, qulamlarına əmr verdi ki, gizlincə Benyaminin yükünün içinə qızıl cam qoysunlar. Karvan yola düşmək istəyirdi ki, carçı car çəkdi. Ey karvan əhli, yükləri açın, siz oğrusuz. Yusifin qardaşları bu səsdən dəhşətə gəlib carçıya dedilər. Bu nə boş sözdür ki, dilinə gətirirsən? Bu nə iftiradır, bu nə böhtandır ki, bizi atırsan? Nə itirmişsiniz? Carçı dedi, şahın qızıl camı itib. Biz şübhələnirik ki, siz onu oğurlayıb yüklərinizin içində gizlətmişsiniz. Camı kim oğurlayıbsa, qorxmasın, gətirib versin. Camı verənə müjdə olaraq bir dəvə yükü buğda veriləcək. Mənim özüm şahın vəkiliyəm. Yusifin qardaşları dedilər, Allaha and olsun ki, biz bura fitnə törətməyə gəlməmişik. Biz əsla oğru deyilik. Carçı dedi, biz sizi incitmək fikrində deyilik. Yolunuzun üstündə tor qurmamışıq. Amma siz özünüz fikirləşin ki, əgər biz camı sizin yükünüzdə tapsaq, onda vəziyyətiniz necə olacaq? Yaqubun oğlanları dedilər, bizim bir qanunumuz var. O qanuna görə cam kimdən tapılsa, siz onu özünüzə qul eləyə bilərsiniz. Bu dinimizin hökmü, ənənəmizin tələbidir. Biz bu əməlimizə cavabdehik, əlimizin, ürəyimizin təmizliyinə əminik. Yusif bu sözlərdən çox sevindi. Çünki bilirdi ki, Misir qanunları oğrunun zindana atılmasına və əhv edilməsinə icazə vermir. Həm də qardaşların bu sözü ona öz qərarını yerinə yetirməkdə kömək edirdi. Dəvənin yüklərini bir-bir axtardılar. Benyaminin dəvəsinin yükünə baxanda gördülər ki, cam oradadır. Camı qardaşların gözü qabağında yükün içindən çıxartdılar. Yusifin qardaşları heyrətdən dəhşətə gəldilər. Utandıqlarından başlarını aşağı dikdilər. Yusif dedi, İndi öz əhd peymanınıza əməl eləyin. Benyamini mənə tapşırın ki, onu yanında saxlayıb öz haqqımı tələb edim. Qardaşlar dedilər, ey padşah, Benyaminin bir qoca əldən düşmüş atası var ki, bütün varlığı ilə ona bağlıdır. Biz ona söz vermişik ki, oğlunu özümüzlə qaytaracağıq. İndi bizə lütf edin. Qardaşımızın əvəzinə bizdən kimi istəyirsinizsə götürün. Axı biz səni alicənab sayırıq. Yusif dedi, belə bir iş tutsam, mən zülümkarlardan olaram. Cam kimin yükünün içindən tapılıbsa, o da yanımda qalmalıdır. Yaqubun oğlanları ümidsiz qalıb, məşvərətə başladılar. Yahuda dedi, atamıza verdiyimiz sözü, içdiyimiz andı nə tez unutdunuz? Məyər and içməmişdiniz ki, Benyaminsiz qayıtmayacaqsınız? İndi nə özlə onun yanına dönəcək? Cavabını necə verəcəyik? Atamız Yusiflə ayrılıqdan özünə gəlməmiş, göz yaşları qurumayıb, İstəyirsiniz ki, dərdini təzəliyib ürəyinə dağ basasız? Atamın göstərişi gəlməyincə, ya Allahın hökmü olmayınca, mən bu torpaqdan tərpənən deyiləm.
Siz atanızın yanına yola düşün. Ona deyin ki, ey ata, oğlun oğurluq etdiyi üçün biz öz adətimizə görə hərəkət elədik. Biz bilmirdik ki, can Benyaminin dəvəsindəki yükün içindədir. Əgər bizə inanmırsansa, məsələni o şəhərdən gələn karvan əhlindən öyrən. Onda bilərsən ki, biz düz danışanlardanıq. Beləliklə, qardaşlardan 9-u Kənana tərəf yola düşdü. Onlardan böyüyü Yahuda Yusifin yanında qaldı. Oğlanları Yaqubun yanına çatdıqda, ataları Benyamini onların arasında görmədi. Bir anda sanki Yaqubun beli qırıldı, ciyəri parça-parça oldu. Ciyərinin bir parasını çəkib çıxartdılar. O, odlu bir səslə soruşdu. Qardaşınızı hara apardınız? Hanı o sizin verdiyiniz bir belə əhd peyman? Oğlanlar başlarına gələn hadisəni olduğu kimi danışdılar. Yaqub üzünü onlardan çevirərək dedi. Dünən Yusifi əldən verdin. Bugün isə Benyaminlə Yahuda əlimdən getdi. Ümidim var ki, Allah onların hamısını mənə qaytaracaq. Axı o böyük bilici, hikmət sahibidir.